Salamlar, kanalıma imamınız hoş geldiniz. Ben Asim. Hal-hazırda özümə bir dənə kahve hazırlayacağım. Ondan sonra da qayğanaq pişirəcəm. Onları yiyəcəm. Keçəcəyəm dərsləri eləməyə. Maraqlı bir şey fikirləşirəm bugün üçün. Alınsa inşallah eləyəcəm və birazdan deyərəm sizə. Uşaqlar, mükəmməl yemeğimi hazırladım. Bayaqları yedim. Bir şey daha istəyəm. Evdə bir şey var idi. Uçurdu. Bu boyda falan olardı da. Bu boyda falan olardı. Deyəsən o ağzıqanaddan mutasiya keçirmiş versiyası falan idi. Bilmirəm nə idisə də. Bəlkə də o deyildi. Prosta bilmirəm ki, evdə bu boyda bir uçan bir şey var idi. Mən də onu gördüm, öldürmədim. Dedim, uçur da özü üçün, qoy uçsun. Girdi bu şkafın üstünə falan. Dedim, yaşasın da özü üçün. Mən də durmağa xotum yox idi. Dişləyib məni. Bu boyda bir şey çıxıb, bu boyda olub. Ağzıqanad istəsə maksimum nə qədər qaşıya bilərəm və bu boyda olsun. Yəni ağzıqanad dişləməyi deyil bu. Həmin o öldürmədiyim şey gəlib məni dişləyib deyəsən. Tüm məni qaşıntıdan öldürür. Bir də birisi buramda deyil, ayaqlarımı da bilək qismi var. Orada həm sağım, həm solum belə bilək bu cür nədirsə gəlirsə, qabaq hissə bütün dişləyib, qabaq qıpqırmızıdır. O yüzden mən də qaşıyıram. Dəhşət qaşındırır. Məlumatı sizə niyə verdim bilmirəm. Sırf video uzun olsun deyə belə bir şey elədim. Səhərlər yatım, axşamlar yatmayım. Akşamlar gecə yatmama videosu çəkeyim. 4000 saatı doldurum, pul kazanmanı açım, sonra YouTube'un başını bırakım. Onda da olmayacaq. Gərək başını bırakmayayım. Pul kazanmanı açım, keçim normal videolar atmağa. Normal videolar atmağa başlayanda da bütün dost tanışı atıram videolarımın linkini. Girirlər, baxırlar, 1000 izlənməyə $1 götürürəm. Jackpot. 1000 izlənmədən də sərf eləmir. Mən YouTube'a pulsuz başlamışdım. Belə geçsə pul yazana bilməyəcəm. İndi oturum dərslərimi falan yazım. Nəysə, belə olmaz. Dərs oxumaq lazımdır. Eləməli olduğum şeyləri deyim də sizə. Qaqavız bugün qan eləyəcək. Bugün şeysi hazırlığım var saat 4-dən 6-ya. O səbəbdən riyaziyyatdan həndəsən əsas anlayışlarını bir təkrar eləməliyəm. Çünki 5 dənə mövzu var, 5 dənə bölmə var. Natural ədədlər, çoxluqlar, adi onluq kəsirlər, faiz nisbət tənasüb, bir də həndəsən əsas anlayışları. Faiz aramdır deyə faizə girməyəcəyəm. Adi və onluq kəsirləri bilirəm deyə girməyəcəyəm. Natural ədədləri də bilirəm deyə girməyəcəyəm. Çoxluqları da bilmirəm, bilməyi də istəmirəm deyə girməyəcəyəm. Qalır bir də həndəsən əsas anlayışları. Həndəsən əsas anlayışları da ki, necə olacaq bilmirəm də, yəni o figurlar falan var idi. Bir dənə tezbazar onlara baxacağım, yadda saxlayacağım. Didən bir dənə sınav var idi. Orada 2 dənə sual vardı. Həndəsənin əsas anlayışlarına aid. Sonra da bir dənə o suallara baxacağım. Sonra başqa bir sınavda da bir dənə əsas anlayışlarına aid sual vardı. Bir dənə də o suala baxacağım. Jackpot. Все, qurtardıq. Riyaziyyatla yəni işimiz bu qədər olacaq. Ondan sonra keçəcəyik nəyə? Fizikaya. Çünki sabah fizika hazırlığımız var və sabahları sınav böyük ehtimalda olmaz. Çünki sınav olsaydı müəllimə xəbər eləyərdi. Amma yenə də fizika var da sabahları. Həm fizika tapşırıqları var. Təqribi bir... Sana alkış yok, anca finger snap. Sana alkış yok. 100'e yaxın sual idi səhv eləmirəmsə də. Yəni birini tam işləyirdi. Bir Newton birinci qanununu axıra kimi işləyirdi. Newton əvəz etcə qüvvə nəsə də bilmirəm. Fizika bilmirəm mən. Həmin o Newton bölməsindəki ikinci mövzundakı 60'a kimi işləyirdik səhv eləmirəm. Daha elə ki çoxdur tapşırıq. Amma Newton da yəni yaxşı qədəşdir də, maraqlıdır onun bölməsi. Tezbazar işləyərik. Amma yəni fizikanı sıfırdan təkrar eləməliyəm. Bayaq cümləmi gətirəmədim axıra kimi. Yəni bu həftə sınavı olacaq böyük ehtimal. O sınava görə də mən fizikanı ümumi təkrar eləməliyəm. O səbəbdən də ki, oturub mən fizika eləməliyəm bu günləri. Daha sonrasında bir dənə kitab alacağım. Neydi kitabın adı? English Vocabulary in Use. Nəsə elə bir dənə kitab idi. Onun pre-intermediate and intermediate səviyyəsinə alacağım. Onu işləyəcəm, görək nə olur, nə olmur. Niyə English fayl işlədirdim? Onu da maşallah, yəni heç kim tərifləmədi. Amma pislədi o kitabı. Ki, belə pisdir. Bu English English Vocabulary in Use kitabı dedilər, okeydir. Nəsə, indi bunu alacağım. Deməli, belə hal-hazırda mən istəyirəm ki, bir dənə fizikadansa mənim hazırlığımın özü var da. Oturum sabahçı tapşırıqları yazım. O tapşırıqları yazıb bitirəndən sonra keçim fizikanı təkrarləməyə. Necə fikirdir? Məncə qəşəng fikirdir. Və bir də ki, ola bilər ingilis dili ilə bu Python bugünlük qalsın, onlara sabahdan başlayayım. Çünki bugünkü mənim əsas məqsədim fizika ilə informatikanı sıfırdan təkrar eləyib bitirməkdir də. Yəni o ikisini bitirməliyəm. O səbəbdən ola bilər qalsın o informatika ilə fizika.
xeyli əski zamanda vardı bir dağ dumanda. Aşağısında balaca kənddə çoxdur orada qalanlar. Biz bu kənddə besbridel hadisələr görmərik. Təsərrüfat və malqara idi məşğuliyyət gündəlik. Sakit əsər külək burada sakit axar zaman. Ən ağır iş tapmaq Bu arada uşaqlar, indi baxıram, sizin Newtonun birinci qanununa 34 dənə sual var imiş və digərində 60-a kimi yazacağıq. Yəni əslində o qədər çətin mövzu deyil. Əvəzləyici qüvvət də, yəni normaldır məncə. Görə işləyək də, nə olur, nə olmur. Baxaq. Mən o fizika təkrar eləməliyəm. O fizikada qan eləyəcəyəm, gözləyin. Qan eləməliyəm, məcburam mən olsundan. Uzaqbaşı informatika hələ 6-cı gündür də bizdə birdə. İnformatikanı saxlayaram. İnformatikanı da sabahlar təkrarlayıram. Sabah fizika hazırlığından qayıdaram. İnformatikanı da onda təkrarlayıram. Ya da 5-ci gün hazırlığım yoxdur. 5-ci gün təkrarlayıram. Fizikanı bu gün eləməliyəm də. Fizikada bu gün qan eləməliyəm. Vaskresatelinizin haqqı. İnce bir yağmur Caddemanlı, dənaz gözlərim kadar ıslak. geceleri yağdım Huzurdan Irak. bu kez dert Değil mutluluktan inanılmaz. Tam gecenin köründe gördüğüm gözünde. Bir gün bu fark etti gölgemin birisi Genesiz zoruna sarhoş ve öğlenin ikisi. tek isteğim yönelmekti Ne mutluluğa. doğru. Lütfen beni fark etmesin Anlam ne olur. Seslendi bana oldum Buraya önce duymazdan geldim benim benim evde. Derken ikinciye bağırdık ya kuruyor mu? Efendim baba Bilmeye bir şarkı dinleyecekmiş genci ben. gözleri kestim Yapayım. içerdik hesap et. Mal qaralara saman. Səssizliyə baxma, çoxdur qəribə hadisələr. Bir gün kəndə Basat adında o Əskər öldürüb sevdiyin ipini yarattım. Nepi olub əsl filmin ən sərtini dattım. çıxdı sonra dostlarımın Məqsədiyyəti satqın. Yüksəyə qalxmağım sənə Sərf eləmirdim. Mən hər şeyi sənin kimi dərd eləmirdim. Qaldığımız sandız yenə mən gedə bildim Bazı rap Balaca bir uşağı mərd edə bildim. Emin Ali çağıranda getdim ona Zərf sərf elədi elədi. ki bu Musiqidi gələr Şir ürəkli bu cavan oğlan həm də əsil pəhləvan Tacirdi diyar gəzər satar qılınc qalxan Neysə kəndə çatır bir iki silah satır Neçə günlük yol yorğunu yıxılır orada yatır Səhər kimsə çığırır çadırın önünə yıxılır Basat yuxudan oyanır tez alaçıqdan çıxır Öyrənir ki yaxın dağda bir təpə göz var Hər səhər bu kənd əhli nətin eləyir nahar Basat deyir adam əti yemək hansı qəlbə sığar Əsəbləşir atına minir tez çapır dağa Gəlir görür burada qan sel su yerinə axır Təpə gözündə çobanı yeyir parçalayıb naxırı Basat əl atır torbaya bir dənə ox qoyur yaya Atırama divə dəyir düşür div elə bil ki qaya Elə ki çönür təpə göz baxır Basatı görür Yeni neslin çox sürtənirsən qısı kiminsə. Atırkmaya yox ehtiyat özün bomba bilirsən. Yazıb sonra silirsən və inanıram ki səhərsən ötüb akşa kurdirirsən. Yəni Tutur bunu kiç gülmək bir xeyli gülür Sonra birdən qaşın çatır igid edir seyir Əyilir ki yaxşı eşitsin qəzəblə deyir Əməli Məmməd, Yo Basat hər neysə ondan Sən kim biri keçirdi buradan Dedi dəymə kəndimə, doladım kəndirə Bastım təndirə Mən bax ədi bu kəndli nə istəsən verib Parçalayar qılınc beyni olmumdan girib Getdi ağıl ol, divin ölməyin ağıl dolu Kənd əhlini hərrəmə çox qoyun yes, hal-hazırda Newtonun birinci qanunlarını bitirdim. Qanunu çıxardan. Newtonun birinci qanunu bitdiyində qüvvələrin əvəzləyicisindən 60-a kimi falan işləməliyəm. İşləyib bitirəndən sonra da hazırlığımın vaxtı gəlmiş olmayacaq. Oturub neyniyərəm? Oturub neyniyə bilərəm? Bir dəqiqə, beynim yandı. Oturub düsturları öyrənərəm. Fizikadan düsturları öyrənərəm. Mükəmməl. Очень хороша. Uf, sözü gördünüz, cümlə очень хорошa. Çox dərs oxumaqdan deyin, nasılsınız? Mən normalda belə deyiləm. 2-3 gündür ki, oturmuşam, dərs oxumağa başlamışam. Çox oxuyuram deyə başımı itirmişəm ki. Mən əvvəl belə deyildim. Mən oxumurdum, bomba kimi də həyatımı yaşayırdım. Yəni öz-özümə falan danışmağa da başlamışam. Harda güzgü görürəm bu nə bilim, bilmirəm ki.
Çox boş bir şey yaşayıram son 2-3 gündür. Bəlkə də bir həftədir. Fizika mənim evimi yıxdı. Mən indiyənə kimi, yəni 9-cu sinifdə imtahana hazırlaşarkən oxuduğum dərs müddəti il başlayandan, hazırlıq başlayandan oxuduğum fizikadan daha azdır. Bilmirəm demək istədiyim başa düşdünüz yoxsa yox. Yəni 10-cu sinifə başlayanda bu fizikaya biz sentyabrda başladıq da deyəsən. Yəni o sentyabrda başladıq, oktyabrda ortalama 1 ay falan, 2 ayım təzə tamam olacaqdı. 2 ayımın tamam olmasına hələ bir 2 həftə falan var da. Yəni indiyənə qədər oxuduğum fizika 9-cu sinifdə ümumi oxuduğum dərsdən daha çoxdur. Bilmirəm bu mənim problemimdir, necə, amma bu ehtimal mənim problemimdir. Nəysə. Mən səhər yeməymişəm, səhər yeməyimin üstündəyəm də bayaqdan. Düsturları öyrənirəm, oturmuşam, atmışam dəftəri və içimdə bir boşluq hiss edirəm də, necə özümü qəribə hiss edirəm. Normalda olduğumdan başqa hiss edirəm də, bir çatışmamazlıq var nəsə də. Fırlandım belə, o boşluqla bir yarım saat düstur öyrənmişəm. Riski qarnımdan bir qurultu gəldi. Bax, belə dayanmadı da, getdi bəlkə 5 saniyə falan. Onda etdim ki, boyu bir yerə soxum, sən yemək yeməmsən sən. Nəsə daha 4-də işləyir. Yemək yemə hazırlığa gedim. Ayda, qəşəng idi ya bu arada. Gedim yemək yeyim, sonrasında hazırlığa gedim. Hazırlığa gedib qaydandan sonra... Bəli, indi çıxdım evdən, gedirəm hazırlığa. Hazırlıqdan qaydandan sonra da bəlkə belə bir şey eləmək olar. Yusuf'a indi yazacağım, görüm o da evdə olsa. Bir yarım saat 45 dəqiqəlik məhliyə çıxarıq, top falan oynayarıq. Ondan sonra gedərəm, üstüqları öyrənmək. Nasıl gəldim bu? Hazırlıqdan qayıtdım və sizə deyim, o kitabı da aldım. Kitab budur. English vocabulary in use, vocabulary and reference and practice, pre-intermediate and intermediate, better learning falan filan. Bu kitabların diski olmalı değil, mənim includes a book with audio. Bunun diski hanı? Bunun diski olmalı içində. Yoksa olmalı değil. Ne bileyim yani. Merhabalar arkadaşlar, videomuza da izleyin. Ne paylaşıyorsun? Çox da yaxma orada görürəm 3 bucaqda daxma. Atom babam evimi görüb hamısı düşüb dağdan. Çox da mənim vecimə deyil, xod getməyə baxmam. 3 bucaq dediyin o ev kəllə doldu axma. Uzun sözüm qısası vardı səndə qısasım. Kəndə xəbər yayılıb elə ki təpəgöz orada qız asır. Hər dəfə üzə vurmaq tək gözdüyəm. Talıp avıyıq dəl təpə göz tək gözdüyəm. Keçəcək qırağa görək kim tez özünü buraxar. Boyuma baxma basatın önünə durmalısan farağat. Görürəm ürəklisən balacı gəl içəri keçək. Qızlar oduna qalasınlar oturaq bir çay çək. Aha, keçək. Bəli, nəysə bayaq məhliyə çıxdıq. Oynadıq falan filan. İndi gedirik evə. Videonu da burada bitirəm, evə gəlmə etdiyim paylaşım. Sonra da ki yenə fizika öyrənəcəyəm. Bu videodan sonra 5000 abunə olum. Şəhərə çıxıb cəmaata $1 milyon paylayacağam. Nəsə öpürəm abla. Hələlik özünüzə yaxşı baxın.